Vərəm ümumiyyətlə tibbi deyil, həm də sosial xəstəlikdir. Yəni bir insanın vərəmlə xəstələnməyi həm də cəmiyyət üçün təhlükəlidir. Ona görə erkən aşkarlanma əsas məsələdir. Vərəm bütün orqanlarda ola bilər. Ən əsas ağciyəri zədələdiyinə görə biz ağciyər vərəmindən danışırıq və ağciyər vərəmi hava damcı yolu ilə yoluxur, aerogön yolla. Aktiv vərəm xəstəsi asqıranda, öskürəndə, sakit səslə danışanda belə, əgər qarşıdakı insan immuniteti zəif insandırsa və yaxud da ki, yanaşı xəstəliyi varsa, deyək ki, pis vərdişləri olan insandırsa, vərəmə yoluxma ehtimalı daha yüksəkdir. Bu xəstələr müraciət etməyəndə, özlərini gizlədəndə, gizlin dərmanlar içib qəbul eləyəndə bu xəstələr əsas infeksiya mənbəyinə çevrilir. Şəxslərdə əgər halsızlıq, yorğunluq, tərləmə şikayətləri varsa, tək-tək öskürək varsa, bu halda belə özlərindən şübhələnə bilərlər. 6 aydan uzanır 2 ilə qədər müddətə müalicə oluna bilər. Xəstə əgər kör-köranə onda vərəm xəstəliyi olduğunu bilib və sonuna qədər müayinələrdən keçməsə, kör-köranə gedib dərman qəbul etsə, bu zaman davamlılıq yaranar və 6 aylıq müalicə 2 ilə qədər uzana bilər. Tövsiyəm əhaliyə odur ki, vaxtında əgər onlarda vərəm aşkarlanıbsa, gizlətməsinlər. Yəni vərəm tam sağalan xəstəlikdir. Vaxtında lazımi yerə müraciət etmək lazımdır və ixtisaslı həkimə müraciət etmək lazımdır.